Niyə işdən evə gec gəlirsən? Bu vaxt evə gəlirlər? Hə. Sən niyə işdən tez gəlmirsən ki evə? Nə işlər çevirirsən? Axtan olanda telefondan başını yuxarı qaldır, bir televizora da bax da, gör televizorda nə verirlər, bir xəbərlərə bax. Bir belə pul vermişik bu televizora baxmırsan sən. Benim hayatım için açmayacaksınız mı? Onu da... Ancaq televizora baxırsan. Adam nə qədər televizora baxar? Bir çıx çölə gör, çöldə hava nətərdir. Az yapış da bu divana. Yenə çölə çıxırsan sən. İnsan biraz evində oturar da. Bütün gün evdəsən. İnsan biraz çölə çıxar da, bəsdir da. Yenə əli boş gəldin sən. Bir dəfə görmədin də deyərsən ki, evdə bir həyat yoldaşım var. Buna bir hədiyyədən zaddan alım aparım. Yenə gedib boş-boş hədiyyələrə nəyə pul vermirsən sən Allah. Ətimizi tökürsən. Ayın axırı bir elə rasxot var. Hədiyyəni nə edirdim? Hədiyyə lazımdır ma. Dağınıq yatağa adam uzanar. Bir o kravatı düzəld ondan sonra uzan da. Ay insan sağa değən oldu oranı düzəld. O pakrıvalı yastıq uzun mən atacaqdım maşına. Maşın yuvacaqdı onu. Sana mən dedim düzəldi onu. Niyə düzəldirsən ki? Yeməyi yedim batmış boş qabı da qoydun ora. Nə olar hambalın yoxdur da sənin. Bir dəfə də o qabları yuy qoydar. Onlar belim qırılı bax mənim işləməkdən. Nə vaxt görəcəm bircə dəfə də sən yuvasan onu. Ay sən qav yağsan o rakvinanın qırağını zadın batırdın nə günə qoydun. Yağlı yuyursan, niyə yuyursan? Sağ deyən oldu onu özüm yuyacam dəymə. Yağ eləyib qoyursan ora sən Allah, batır deyə oranı. Əgər sən də dırdırdan bezmisənsə, Google'a daxil olub butulka.az yaz, qeydiyyatdan tamamən pulsuz keç, maraqlı domino və butulka oyunu oyna. Vaxtın əyləncəli keçsin. Butulka.az